Hello my friend, today talk about the diode, orthopedic diode. I don't talk about the Salam dostlar, bugünkü mövzumuz diyoddur. Bugün diyod nədir, necə işləyir, dövrədə nə üçün istifadə olunur, necə ölçülür kimi suallara cavablandırmaya çalışacağım. Xoş izləmələr. Diyodlar elektrik cərəyanını bir istiqamətə keçirib, əks istiqamətə keçirməyən, idarə olunmayan yarımkeçirici elementlərdir. Bəzi xarakteristikalarına görə bir neçə qrupa bölə bilərik. Onlardan biri düzləndirici diyodlardır. Düzləndirici diyodlar işarət işarəsini çəkim. İşarət işarəsi belədir. Bu hissəsi anod, bu hissəsi katod olur. Anod qida mənbəyimizin müsbət hissəsinə bağlanılır. Katod isə hər hansı bir qida mənbəyinin mənfi hissəsinə bağlanılır. Bir lampaya bağlayaq. Əvvəlcə bir rezistor qoyaq. Sonra isə lampaya bağlayaq. Diyodun anodun müsbətə, katodun isə mənfi qoşduğumuz üçün buradakı lampa yanmaya başlayacaq. Yəni işıqlanacaq. Əks qoşduqda isə dediyimiz kimi diyodlar bir istiqamətə elektrik cərəyanı keçirir. Anoddan katoda keçirir. Katoddan anoda isə elektrik cərəyanı keçirmədiyi üçün lampamız işıqlanan deyil. Düzləndirici diyodun əsas özəlliklərindən biri də yüksək gərginlikdə keçirə bilməsidir. Yəni diyod növünə asılı olaraq 400 volt, hətta 1000 volta qədər istifadə edə bilərik. Bu dözümlülüyündən istifadə edərək onun dəyişən gərginliyi, sabit gərginliyə çevirmək üçün istifadə olunur. Düzləndirici diyodlar üzərində deyir ki, mən keçirirəm, amma bir 0.6, 0.7 volt üzərində saxlayacağım. Bunu yanınızda qalsın deyə əmək haqqı voltu kimi də düşünə bilərsiniz. Yəni məsələn deyir ki, burada 9 voltdur. Mən deyir bunun 0.7'ni alıram, 0.7 voltun. Qalanı da bırakıram neysə ilə. Yəni burada məsələn deyək ki, lampamızda 2 voltdur. 0.7'si diyodun üzərində qalır, 2 voltu bunda qalır. Çıxanda qalan da rezistorun üzərinə düşəcək. 7, 6.3. 6.3 volt rezistorun üzərinə düşür. Yəni diyodun növündən asılı olaraq bu 0.2, 0.1'ə qədər düşə bilər. Amma düzləndirici diyodlar 0.7, 0.6 volt üzərinə əmək haqqı gərginliyi saxlayır. Qalanı isə dövrəyə ötürür. Digər bir növ diyodumuz isə Schottky diyodlardır. Schottky diyodlar eynən düzləndirici diyod kimi işlənir. İşləmə prinsipi eynidir. Sadəcə burada izah etdiyim kimi düz bağlanmalıdır. Sadəcə nədir fərqi? Schottky diyod deyir ki, mən 0.7 istəmirəm. Mənə əmək haqqı gərginliyi olaraq 0.2, 0.3 voltda bəsdir. Bu dedik düzləndirici diyoddadır. 0.2 Schottky diyod. Schottky diyodlar istifadə olunur. Schottky diyodların digər əsas özəlliyi yüksək tezliklərdə istifadə olunması. Dedik ki, düzləndirici diyod dəyişən gərginliyi, sabit gərginliyə istifadə olunur. Amma bildiyimiz kimi dəyişən bizim gərginliklərimiz 50-60 Hz-də istifadə olunur. Amma iş kilohertzlərə gəldikdə düzləndirici diyod orada istifadə oluna bilmir. Hər iki diyodun, həm düzləndirici diyodun, həm Schottky diyodun belə SMD formaları var. Burada katod tərəf xətt istiqamətidir. Bu xətt tərəf katoddur. M7 markalı diyodumuzdur. 1N4007'ni bildirir. İşarə tərəfi katod işarəsidir. Belə bir elementi rast gələ bilərsiniz. Bu diyod deyil, sizi çalışdırmasın. Bu kondensatordur. Keçən videomuzun mövzusu olan kondensatordur. Diyoda oxşuyur. Baxın, SMD diyodlara oxşuyur. Əlimizdə tutduğumuz SMD diyodu da oxşuyur. Hətta bəzən bu diyod, SMD diyodların bir hissəsi bozda ola bilir, katod hissəsi. Oxşuyur, amma bu göstərilən üzərinə 116 volt yazılan kondensatordur. Onun diyodlarla səs almayın. Digər bir növ diyodumuz isə Zener diyoddur. Baxın, belə qırmızı rəngdə olur. SMD formaları da var. Qara hissəsi katoddur. Qırmızı hissəsi isə anoddur. Zener diyodu nədir? Digər diyodlardan fərqi nədir? Zener diyod deyir ki, mən də digər diyodlar kimi 0.5, 0.6 volt verir, düz keçirirəm. Amma biraz şorgöz diyoddur. Deyir, gəlsən mənə 5 volt ver, mən əksinə də keçirim. Sənin cəryanı və əksinə də keçirərəm. Dövrəyə necə qoşulur? Adətən biz digər diyodları da düz qoşub keçirə bilirik elektrik cəryanını. Bunu əsasən Zener diyodun sırf
əksinə cəryan keçirməsi özəlliyindən istifadə olunur. Dövrəyə məsələn müsbətimiz, deyək ki, bu müsbətimizdir. Məsələn, mənim burada bir işlədicim var. Load yazıram, işlədici. Zener diod qoşulur belə. Zener diodun işarəsi sadəcə bu qıraqlarından xəttlər var. Tərsinə qoşuldu, bax. Müsbət tərəfi katoda qoşuldu. Mənfi tərəfi isə anod hissəsinə qoşuldu. Nə olur? Burada məsələn deyir 9 voltumuz var. Burada bir rezistor qoyaq, deyək ki. Bura yüklü, nə istəyirsiniz qoşun bura. Bu zener diod əgər 5,1 voltluq dursa, məsələn deyək 5,1 çox istifadə olunan bir zener diodu deyə. Əksinə keçirir. Yəni ta ki bu məsələn 1-dən başlasaq bateriyanı artırmağa, ta ki 5,1 kimi heç nə keçirmir. Tam 5,1 olanda üzərindəki gərginliyi çıxışa verir. Yəni burada da 5,1 volt gərginliyi alacaq. Və bu özəlliyindən çox istifadə olunur. Növbəti videolarımızın birində onsuz da diodların əsas istifadə olunduğu yerlərdən danışacağım. Yəni indi diodu necə ölçürük? Sağlamlıq testi necə edilir? Hardan bilir ki diod işləyir, işləmir? Ona baxaq. Əvvəlcə multimetrdə baxın. Bu hissədə LED olma diodun işarəsini gördük. Ölçərkən alıram bir diod. Bu düzləndirici dioddur. Baxın, katodu boz tərəfi katoddur. Mənfisi katoda qoyuram. Burada görün. Müsbəti anoda qoyuram. Belə bir dəyər görməliyik. Əks bağlandıqda isə, yəni anoda mənfi, katoda müsbət bağlandıqda isə belə bir dəyər görməliyik multimetrdə. Baxın, xətt hissəsi katoddur. Qoyuram bunu. Xətt hissəsinə mənfini, digər hissəsinə müsbət probu qoyuram. Yenə eyni dəyər gördüm, çevirirəm. Dəyər görməməliyəm, işləyirsə işləyir, dəyər görmürəm. Gəlin indi bir zener diodu ölçək. Qara hissəyə qoydum. Qara şurupunu. Baxın, yenə bir dəyər gördüm. İndi əksinə bağlayıram. Ölçürəm. Dəyər görməməliyəm, işləyirsə. Gördünüz, işləyir. İndi belə bir diodumuzu ölçək. Baxın. Multimetrlə qoyun. Baxın, görə biləcəyimiz yerə. Baxın. Toxundururam. 0 dəyər göstərir. Normal deyil. İndi ehtimal qarşı əksinə də yoxlayıram. Yenə 0 göstərir. Bu göstərir ki, diodumuz işləmir. Yəni biri göstərirsə diod sıradan çıxıb. Başqa bir diod yoxlayıram, SMD. O göstərdi. 0 göstərdi. Belə diodlar sıradan çıxmış olduğunu göstərir. Əgər belə bir cihazınız varsa, bunun vasitəsilə də dioddakı voltampер xarakteristikasını görə bilərsiniz. Baxın, bu tərs qoşulma zamanı diodun voltamperi əğrisidir. Cihazın qara probunu, anoda isə müsbət probunu qoyduqda diodun voltamperi xarakteristikası əğrisini görəcəyik.